Plastik cərrahidə son zamanlarda baş verən hadisələr heç də xoş deyildi. Məsələdə iki tərəfi var əslində. Bu məsələnin bir kərə plastik cərrahiyyənin ölkəmizdə deyil, dünyadakı düşmüş olduğu vəziyyət heç xoş deyil. Sahə ilə əlaqəsi olmayan insanların bu sahədə fəaliyyət göstərməsi, problemin böyüməsi ilə birlikdə bugün işin ikinci tərəfi, bu sahədə professionalca hüquqi tərəfdən əslində fəaliyyət göstərmə imkanı və bacarıqları olan insanların bu böyük hadisədən ötürü öz işlərindən keçici olaraq uzaqlaşması kimi problemlərlə üz-üzəyik. Bəlkə də plastik cərrah olub da bu haqqı keçici olaraq əlindən alınmış, hələ ki sertifikasiyadan keçməyən və yaxud o haqları alınmış insanlara da müraciət etmək istəyirəm ki, bəzi məqamlar var ki, o gərginlik anında yaşın yanında quru, qurunun yanında yaş misalı problemlər yaşana bilir. Yəqin ki, zaman içərisində, xüsusən 2011-ci ildən əvvəl, rezidentura proqramı ölkəmizdə başlamadan əvvəl ümumi cərrah olub da, sertifikasiyadan keçərək plastik cərrahiyyə ixtisası üzrə ixtisaslaşmış insanların əlbəttə ki, ölkə qanunvericiliyinə görə də hüquqi tərəfdən öz fəaliyyətini davam elətdirməsi üçün yəqin ki, lazım olan addımlar atılır və atılacaq və gələcəkdə haqsızlığa uğradıqlarına inanan həkimlərin də hüquqları müdafiə olunacaq.